Herkese selam. Bugün sizlerle birlikte bazı açık konuları üzə gətirməyə çalışacağım birlikte. Açıklama videosu kimi aslında. Bu benim haqqda değil. Bu aralar insanların aralarında olduğu bir divarlar kimi onları yıkmağa ve size üzerine açıklamağa geldim. İlk önce yanında gördüğünüz Queen'in Justin'in izleme ve linçleme videosunda kapak fotoğrafındaki şey gerçek değil. Justin kenarda gördüğünüz bu videodan bize deyir ki akşam bir neçə saatini izlemeye çalıştım. Deyir ki ben bir neçə il evvel bunu yazmıştım ancak sonra bu mesele bitmişti. Yani bağışta demiştim deyir. Ve bunu hele gösterir ki elə bil dünən bir gün evvel yazmışam kimi. Ancak videoların ortalarına hissəlerindən gösterilir ki bunu Tokalar Justin değil, Tokalar Justin değil, onun fanlarından biri yazıbdı. Hemencik yorumda gelsin buralara bir yere. Bu adı istəyirsinizsə yazın YouTube'a araştırın. Belə bir ad yoxdur. Yani mən tərəf tutmuram, məni linçləməyin. Yəni sadəcə bunu demək istəyirəm ki, siz gedib Justin'i tuta bilərsiniz, Queen'i də tuta bilərsiniz. Bu aslında çok evvelden başlanmış bir məsələdir. Sadəcə hamının gözü indi açılıbdır. Çünki yani artıq böyük bir məsələ var ortada. Yani buna neçə ədəd neçə ədəd açıqlama verilibdir. Heç ağlımın ucundan belə keçmir. Sadəcə məsələn Toka Life Queen Anna diye bir kanal var. Onu da görmüştüm. Onun da meselesini tam anlamamıştım. Yani bakmamıştım. Yani ama ona tepki de serdim sonsuzdur. Toka Life Queen Anna böyle bir kanal. Ancak gidip benim səviyyəmdən veya benden düşük bir az bir aboneli veya konuyla hiç alakası olmayan bir insan gelip özünü qatmasın ki, xahiş edirəm ki, sen bunu belə deməli değildin. Sen bunu elə eləməli değildin yani. Bu tamamen yani sizin dediğinizden o başka bir şeydi. Yani o ne çalmak bir şeydi ne de bir şey. Yani bilirəm Queen öz videosunda deyir ki biz Justin'in Instagram şeyine ulaştık ancak yorum yarışmalarımızı şəxsi şeyimizdir deyə şəxsi işimizdir deyə qoya bilmərəm deyə deyir. Yani birçoğunuz burada Queen'e qorxaq şey çıxartmışsınız. Yani bu işin ucundan belə keçmir. Yani çok məntiqsizdir məncə. Sadəcə bilirsiniz ki videonun içində də deyir ki ne Justin məndən icazə almamış o yorumları qoya bilər, nə də mən Justin'dən icazə almamış o yorumları bura qoya bilərəm deyir. Məncə də çox haqlıdır. Yəni dediyim kimi tərəf tutmam. Sadəcə məsələlərin haqlı, haqsız olduğu tərəflər deyirəm. Məncə çox haqlıdır. Yəni qoya bilməz. Ona göre yani size de açıklamak zorunda değil. Yani bunun için linçlemeyin. Ve size en pis gelen hisseye geldim. Bakın böyle şeyler var. Pis şeyler. Mesela bu ekranda gördüğünüz şeyler çok böyle yaxşıdırlar. Yani yaxşı dediğim normaldir. Yani tərəf tutursunuzsa mesela Save Queen Anna, Save Justin, Save Queen. Bunlar istifadə edə bilərsiniz. Böyle editlər eləyərək veya bir video açıklamasına
Ancaq xahiş edirəm ki, bu üstdə gördüyünüz hashtaglərdən istifadə etməyin. Çünki mən heç bir tərəfi də tutmuram yenə dediyim kimi. Ancaq yəni bu hər kəsdir. Yəni onlar da bir insandır, anladınız? Yəni onlar sizin oynayacağınız belə normal uşaq kimi hashtaglər yazacağınız bir oyun deyil. Yəni ona görə xahiş edirəm ki, yenə deyirəm, sevdiyiniz tərəfi yox, haqlı olan tərəfi tutun. Yəni bu belə deyim ki, bir oyuncaq deyil, anladınız? Bu oyuncaq deyil ki, hansını sevirsinizsə onu tutun. Və ya o deyil ki, haqlı tapdığınız tərəfi tutun. Yəni oyun deyil bu. Bəziləri çox maraqlı gəlir, çox gülməli gəlir onlar üçün. Ancaq yəni bu qatı bir məsələdir artıq. Yəni bunu etməyə haqqınız belə yoxdur. Düşünün ki, avukatsınız və siz məsələn qabağınızda çox sevdiyiniz, yəni illərdir uşaqlığınızda olduğunuz, baxdığınız, sevdiyiniz bir insan var. Məsələn götürdük, yenə deyirəm Justin və ya Queen. Onlardan biri var məsələn çox sevdiyiniz və ya çox sevdiyiniz bir YouTuber. Siz də haqlı tərəf savunmalısınız. Yəni sən əgər Justin'in və ya Queen'in avukatı deyilsənsə, onları savunmalı deyilsən. Haqlı tərəfi savunmalısan. Yəni bunu çıxartmalısan ki, o da düzdür, amma bu belə. Əgər haqsızdırsa, onun yəni məsələn yanındakı insanın Allah qorusun məsələn kimsə qohumundan birini öldürübdür məsələn mafya. Bunu necə götürərsiniz ki, bu mənim ən sevdiyim şeydir, YouTuberdir. Mən bunu həbsə sala bilmərəm deyirsiniz. Çox məntiqsiz gəlir, düzdür? Ona görə yəni bu uşaq oyuncağı deyil, yenə deyirəm ki. Ona görə xahiş edirəm haqlı tərəfi savunun. Yəni bunlar demək istədim. Videomu izlədiyiniz üçün çox təşəkkürlər. Hər şeyi açığa çıxartdım. Sabah yeni video gələcəkmi, gəlməyəcəkmi? Ucundan qulağından heç fikrim yoxdur. Amma sabah bir gün gələ bilər. Bye bye, like.